Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Bugün miq və sertifikasiya tipli bir neçə test nümunəsinin həll qaydası ilə tanış olacağıq. İlk sualımızla başlayırıq. Sualımızda deyilir, bərabər bölmələrə ayrılmış sistemdə QX müsbət 8Q mənfi Q yüklərinin O nöqtəsində əmələ gətirdikləri əvəzləyici elektrik sahəsi intensivliyi Y-dir. Buna görə QX yükü neçə Q-dür? Bu tip məsələlərdə nəyə diqqət etmək lazımdır? İlk növbədə əvəzləyici Y intensivlik vektorunu toplananlara ayırmaq lazımdır. Yəni, şəkildə göstərilən əvəzləyici Y intensivliyi hansı iki intensivliyin əvəzləyicisidir? Təbii ki, bu parallelogram qaydası ilə, yəni baxın, belə iki vektor uzatsaq, bunların əvəzləyicisi Y ola bilər. Deməli, mən buna bir Y ştrix yazsam, onda buna 2Y ştrix yazmalıyam. Çünki damalara görə görürəm ki, modulu 2 dəfə böyükdür. İndi baxıram ki, 2Y ştrix yazdığım intensivlik hansı yükün ola bilər? Təbii ki, müsbət 8-in ola bilər. Çünki həm müsbət yükdən çıxan intensivlik istiqaməti düzdür, həm də digər yüklərin intensivliyi heç bir halda O nöqtəsində yuxarı doğru yönələ bilməz. Onda deməli, 2Y ştrix vektorum 8Q yüklü yükün intensivliyidir. Onda yazıram 8KQ bölünsün. Düsturda R kvadratıdır müəllimlər. Burada 2 dama olduğu üçün O nöqtəsinə qədər məsafədən gedir söhbət. 2-nin kvadratı 4. Deməli, KQ harda görsəm, ora bir Y ştrix nəzərdə tuturam. Bu bizim əvəzləməmiz. İndi nəyə diqqət edirik? İndi diqqət edirik, deməli, Y ştrix vektoruna. Baxıram ki, axı, mənfi Q vektorunun O nöqtəsində intensivliyi yükə doğru olmalıdır bu cür. Bəs QX-in intensivliyi necə olsun ki, yekunda əvəzləyicim, baxın, bu şəkildə olmuş olsun. Sola doğru bir damas, deməli, sağa doğru, əvəzləyicinin sağa doğru olması üçün, baxın, bu bir məntiqi izahdır əslində. Sola doğru baxın bir dama olan intensivliyin ikinci vektoru mən necə götürməliyəm ki, yekunda sağa doğru bir dama qalsın. Onda deyirəm ki, sağa doğru 2 dama götürərəm ki, baxın, bu vektorla bunun əvəzləyicisi həqiqətən də sağa doğru bir dama eləyir. Deməli, mən götürdüyüm bu sağa doğru 2 dama olan elə QX-in intensivliyiymiş. Yəni, YX, yəni QX-in intensivliyi bərabərdir. Elə 2Y ştrixə. Baxın, 2Y ştrix. 2Y ştrixə nə demişdik biz? 2Y ştrix elə buradan da görünür ki, 8Q yüklü yükün intensivliyidir. Yəni, baxın, bu əvəzləməyə baxırıq. Yəni, QX yükümüz modulu 8Q-yə bərabərdir. Bəs işarəsi necədir? Onda intensivliyin işarəsinə diqqət yetiririk. Bu intensivlik, təbii ki, yükə doğru yönələn intensivlik söhbət mənfi yükdən gedir. Ona görə düzgün cavabımız olmalıdır Y variantı. Növbəti sualımızda deyilir. Y oxu istiqamətində yayılan elektromaqnit dalğasında Y vektorunun rəqs istiqamətini müəyyən edin. Müəllimlər, elektromaqnit dalğalarının yayılma istiqamətini biz sağal qaydası ilə təyin edirdik. Sağ əlimizin 4 barmağını həmişə Y vektorundan B vektoruna doğru yönəldəndə, bükəndə daha doğrusu, sağ əlimizi Y-dən B-yə doğru bükəndə baş barmaq V-ni göstərməlidir. Amma indi baxın, burada bizə Y-ni verməyibdir. Deməli, mənə baş barmağımın istiqamətini veribdir. Sağ əlimizin baş barmağını müəllimlər, mən bu videonu izah eləyəndə, siz də sağ əlinizin baş barmağını yuxarı doğru tutun. Baxın, yuxarı doğru tutanda baş barmağımız bu şəkildə. Onda diqqət edin müəllimlər, indi sağ əlinizi bükün. Necə bükürsünüz? 4 barmağı baxın bu şəkildə bükürsünüz, düzdürmü? Bu cür. Sanki belə bükülür 4 barmağımız. Yəni hardan hara doğru büküldü? Baxın, Z-dən B-yə doğru büküldü. Həqiqətən də 4 barmağım sanki bu şəkildə büküldü. Onda baş barmağım belə yönəldi. Deməli, Z oxu istiqaməti elə Y vektorunu göstərir. Hardan hara? Yəni, Y-dən B-yə. Y-dən dediyim hissə Z oxu istiqamətidir. Z-dən B-yə doğru büksəm əlimi, həqiqətən baş barmağım V istiqamətində olar. Düzgün cavab B variantı.
Digər sualımızda deyilir ki, elektromaqnit dalğasında indi baxın müəllimlər Y və B-ni veribdir, indi V-ni soruşur. Yenə eyni şəkildə deməli sağ əlimizin 4 barmağını Y-dən B-yə doğru bükürəm. Bu şəkildə bükürəm. Baxın. Siz də əlinizi bu şəkildə tutursunuz. 4 barmağı bu şəkildə bükürsünüz. Baş barmaq necə yönəldi? Sanki şəkil müstəvisindən bizə doğru müəllimlər, bizə doğru. O hansı istiqamətdir? X istiqamətidir. Diqqət edin, yəni 4 barmağı Y-dən B-yə aparın. Bu şəkildə aparın 4 barmağı. Onda baş barmaq görürsünüzmü bizə gəlir. Bizə gələn elə burada şəkildə göstərib ki, ona X ox istiqaməti deyək. Düzgün cavab A variantı. Və bu tip məsələlərə aid üçüncü bir testimizlə də yekunlaşdıraq. Burada deyilir ki, hansı variantlarda Y, B və V vektorların istiqaməti düzgün göstərilib. Burada sağ əlimizi bir-bir bütün istiqamətlərdə tutub baxmalıyıq. Əvvəlcə A bəndinə baxıram. Sağ əlimin 4 barmağını Y-dən B-yə doğru bükürəm. Yəni, bu şəkildə bükürəm. Siz də sağ əlin 4 barmağını o cür tutun. Görürsünüz, müəllimlər, baş barmağınız bu formanı alasıdır. Baş barmaq sola doğru yönəlir, amma burada V-ni sağa doğru verib. Deməli, bu səhvdir. İkinci B variantına baxıram. Sağ əlimizin baş barmağını Y-dən B-yə doğru bükək. Bu şəkildə. Həqiqətən görürsünüzmü ki, onda baş barmağım da bu istiqaməti alır. Yəni, bu düzgün cavabdır. B variantı düzdür. Digərlərini də eyni qaydada baxsaq, Y-dən B-yə doğru 4 barmağımı büksəm, V bu tərəf olmalıdır əslində. Məsələdə səhv verilibdir. Yəni, C variantı düz deyil ona görə. D variantına da nəzər yetirsək, yenə 4 barmağımızı Y-dən B-yə doğru bükün müəllimlər sağ əlin. Diqqət edirsinizmi? Baş barmağımız aşağı yönəldi. Baş barmaq aşağı yönəldi həqiqətən. Ona görə D də səhvdir. Həmçinin digər şəkildə də Y-dən B-yə doğru, baxın, sağ əlini bükəndə V-nin istiqaməti belə olmalı idi. Ona görə testin düzgün cavabı olmalıdır B variantı. Növbəti məsələdə deyilir ki, axıntı sürətinin sabit 5 metr/saniyə olduğu bir çayda Ayla və Minə suya görə sürətləri 7 metr/saniyə və 3 metr/saniyə sürətləri ilə şəkildəki koordinatlardan üzməyə başlayırlar. Buna görə şəkildəki andan 4 saniyə sonra Ayla və Minə arasında üfüqi istiqamətdə uzaqlıq nə qədər olar? Deməli, mən Minə üzgüçüsünün sürətinə baxıram 3-dür, amma axıntı istiqamətində gedir. Deməli, Minənin sürəti, ümumi V sürəti 8 metr/saniyədir və zamanı bizə 4 saniyə verib. Onda Minənin getdiyi məsafə 32 metrdir. X ox istiqamətində 32 metr. İndi Aylanın getdiyi istiqamətə baxırıq. Çayın əksinə gedir müəllimlər. 7-dən gedir. Çayın istiqaməti də, axını da 5 metr/saniyədir. Deməli, Aylanın sürəti 2-dir. Ümumi sürət axının əksinə 2-dir. Zaman da təbii ki, hər ikisi üçün 4 saniyədir. Onda S bərabərdir VT-dən 8 metr alıram. Amma Ayla baxın X-in əksinə getdi. 8 metr. İndi bizə deyir ki, onlar arasında uzaqlıq, məsafə nə qədərdir? 8 metr plus 32 metr, yəni 40 metr uzaqlıq var. Düzgün cavab C variantı. Növbəti məsələmizdə deyilir ki, bir-birinə paralel olan reyslərdə Vx və Vy sürətləri ilə hərəkət edən X və Y qatarları şəkildəki koordinatdan keçdikdən 2t zaman müddətindən sonra Y deməli vaqonu ilə Y deməli qatarının müəllimlər sürücüsü deyək, sürücüsü ilə X vaqonunun, X qatarının son vaqonu eyni koordinatda olur. Yəni 2t müddətindən sonra Y qatarının önü ilə X qatarının ən arxa vaqonu eyni koordinatdan keçir. Bundan t müddət sonra, yəni 2t-dən daha t müddəti sonra isə hər iki vaqonun, daha doğrusu hər iki qatarın arxa vaqonları eyni koordinatdan keçir. Buna görə deyir, qatarların uzunluqları nə qədərdir? İlk baxışda məsələ biraz mürəkkəb görünsə də, əslində mərhələ-mərhələ düşünəndə, yəni verilənləri mərhələli düşünəndə məsələ olduqca sadədir. Yəni necə? Əvvəlcə mən 2t müddətinə baxıram. Yəni qarşı-qarşıya gələn
qatar məsələlərində, qarşı-qarşıya gələn qatar məsələlərində məsələyə necə yanaşmalıyıq? Ümumi sürət götürülür. Əks istiqamətdə gələn iki avtomobilin, qatarın ümumi sürəti onların cəmi kimi tapılır. Bunu bilirik. Yəni, yazıram Vx plus Vy hər ikisinin birlikdə sürəti nə qədər zaman sonra 2t müddətindən sonra bərabərdir. Baxın, mən ümumi Vt-ni yazdım. Ümumi Vt ümumi gedilən yola bərabər olmalıdır. İndi diqqət edirəm. Y qatarının önü X qatarının arxa vaqonu ilə üst-üstə düşməlidir. Baxın müəllimlər, sanki bu X qatarı buradan gəlib, baxın, bu şəkildə burada dayananda belə. Bax, bura X yazılan yerdir, bu da arxa vaqonudur. Bax, eyni ilə bu şəkildə dayanmalıdır. Eyni ilə bu şəkildə, bax, bu hissəsi belə. Yəni, belə dayananda buna 2t zaman sərf olunub. İndi mən baxıram ki, onda ümumi nə qədər yol gedilmiş oldu. Baxıram, ümumi gedilən yol, müəllimlər, ya önündən önü, ya arxasından arxası kimisi baxılmalıdır qatarlara. Məsələn, bu vaqonun, qatarın, X qatarının arxasından sonraki vəziyyətdə arxası ilə aradakı məsafə X qatarının uzunluğu ilədir. Yazıram LX. Artıq ümumiyə baxırıq, tək-tək baxmırıq. Düzdür, Y də hərəkət edir, amma Y-in hərəkətini müəllimlər Vx plus Vy-də biz artıq nəzərə almışıq. Yəni, bunu diqqətdən qaçırmaq olmaz. İndi keçdik məsələnin ikinci hissəsinə. Deyir ki, daha bir t müddəti. Daha bir t nə deməkdir? Vx plus Vy sürəti ilə ümumi 3t müddətindən sonra, indi baxıram müəllimlər, X qatarının arxa vaqonu, baxın, bu X-dır. Y qatarının arxa vaqonu ilə üst-üstə düşür bu şəkildə. Onda necə deyə bilərik burada? Ümumi gedilən yol nə qədərdir? Müəllimlər, diqqət eləyin. Həm X-in uzunluğu qədər, həm Y-in uzunluğu qədər. Sanki bu qatarları bu şəkildə, baxın, buradan bura qədər tutaq ki, bu Y-in uzunluğu olmuş oldu. Buradan da bura qədər diqqət eləyin X-in uzunluğu. Baxın bu hissiyə, ümumi nə qədər uzunluq görürsünüz məsələdə? X və Y-in cəmi qədər. Onu da yazıram. Lx plus Ly. Yəni, bunu necə yazdıq, hardan gəldi? Bu yazılış artıq məncə aydın oldu. İndi tərəf-tərəfə bölsək bu ifadələri, baxın, sürətləri getdi, t'lər getdi, nə qaldı? 2 bölünsün 3 bərabərdir. Lx bölünsün, Lx plus Ly buradan. 2Lx plus 2Ly bərabərdir 3Lx-a. Buradan Lx bərabərdir 2Ly-ə. Bizdən isə Lx-in Ly-ə nisbətini soruşduğu üçün düzgün cavabımız olmalıdır Y variantı.